Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə bölüşəcəyim resept cemli kurabiye resepti olacaq. Qabın içərisinə 2 ədəd yumurta, 100 qram şəkər tozunu əlavə edib qarışdırırıq. Sonra üzərinə 180 qram ev şəraitində yumşalmış kərəyağı, 100 mg süd, vanil, qabartma tozu və 500 qram un əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri 20 dəqiqəliyinə soyuducuda saxlayırıq. Bu arada biz içliyimizi hazırlayaq. Bir qabın içərisinə 4 yemək qaşığı istədiyiniz cemi əlavə edə bilərsiniz. Üzərinə 2 çay qaşığı nişasta, nişastanın malını də əvəz etmək olar. Bunları bir-birinə əlavə edib qarışdırırıq. Xəmiri soyuducudan çıxarıb 2 hissəyə ayırırıq. Bir hissəni götürüb yayırıq. Yaydıqdan sonra isə qıraqlarını kəsərək səliqəyə salırıq. Yaydığımız xəmiri kvadrat şəkildə bölürük. Böldüyümüz xəmirləri videoda gördüyünüz kimi qatdalayıb içərisinə cem yerləşdiririk. Hazırladığımız kurabiyələri listə yerləşdirib öncədən isidilmiş alt-üst rejimində 180 dərəcəli sobada bişiririk. Bişib hazır olduqdan sonra isə üzərinə pudra şəkəri səpirik. Bugünlük də bu qədər əziz izləyicilər. Hazırlayan hər bir kəsə nuş olsun. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşənə qədər. Hələlik.